Ceydimin gülletir iman bay 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 ceyran bağladı. Her ahrını peteğinde peteğinde bu yaman aman bu yaman aman kadar. 30 noyabr 2025-ci il tarixdə Allah bir daha qismət elədi bizə. Kəlbəcər rayonunun Aşağı Arım kəndində öz doğma kəndimizə gəldik. Yenə sazlı, sözlü musiqimizlə gəlmişik. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin, veteranlarımızı qorusun. Azərbaycan xalqını, Türk dünyamızı qorusun. Hamımızın başımızı ücə eləyən Ali Başkomandanımızı, Müzəffər Ali Başkomandanımız İlham Əliyevi qorusun. Erdoğan'ı korusun Allah Teala. Bu güzel kəndimizdə Azərbaycanımıza salib seçilən, şeirləri ilə ürəklərə yayılan gözəl Ənvər Rızanın şeirini oxuyuram. Həm mənim qohumumdur, həm mənim kəndimdir. Bütün Kəlbəcər rayonundan, o cümlədən Azərbaycana dünyasını dəyişənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı. Ənvər Rıza yazır ki, dağlar elsiz, çöl təksiz çəmən lal. Mən bu dərdi oxlamağa gəlmişəm. Yaza nə var? Yaylaqların payızda vəfasını yoxlamağa gəlmişəm. Naxış olur piçincinin hər bəri. Susuz yurdun tək məcmuha təksini. Şair kimi sözlə ötüb köksümü. Allah gözlə çəkib bu dağların əksini ürəyimdə saxlamağa gəlmişəm. Naxış olur piçincinin hər bəri. Qızıl payız ilhamımın sərvəri. Xəzan vaxtı bahar bilən mənbəri dağ sayıyam, çağlamağa gəlmişəm. Qoxunum hava tübeytir yazır ki, bizim dağlar kəndimizi aşağı ayrımı deyir. Yatızdırır ətəyində. İndi mingül ətri var hər arının pətəyində. Kəhlikdirmi səkdi qoşa, qaqqıldaşa qaqqıldaşa. Allah, parmaqlarım döndü daşa tüfəngimin tətiyində. Kesen günler yadan düştü, yadan düştü. Oy aman aman, oy aman aman, oy aman aman kadar. Ənvər həsrət oldu payın, ömrü gödək ilin ayın. Ürəyimi soruşmayın, qaldı çoban əlində. Allah rəhmət eləsin. Dünyasını dəyişən şairlərimizə, dünyasını dəyişən ustalaşlarımıza, eşidənlərə can sağlığı. Mən istəyərdim ki, elə bu gözəl kəndimizdə mənim atam Balamançı Nəcəb Kəlbəcər rayonunda salib seçilən sənətkarlardan olub.
Kəlbəcər xalqı yaxşı bilir. Yaxşı bilir onu. Onun bir şeiri var, həmin o görkən Qaraqayada həmişə dağa çıxardıq. Buradan çıxardıq dağa, yaylağa çıxardıq. O dağın o üzü bizim gözəl göyçəmizdir. Göyçəyimizdir bizim. Dağın o üzü. Çıxardıq yaylağa. Mənim atam bu şeiri, oxuduğum həmin bu şeiri baş sartı ilə oxuyacağım. Həmin o yaylaqda yazır. Deməsən, axırıncı il imiş. Görək, necə yazır Balaması Nəcəf? Necə yazır? Baş sartı ilə sizə can sağlığı. Allah'a göz görmeyi Duvar gelip bastı dağlar hayaller 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 el kadar ay çaysız maral mey ceyran mey konak kal selamet kal besmer ve menime nehri kapalı masala neydi masala neydi Qaş qaraldı, göz görmədi. Duman gəlib bastı dağlar. 3 ay sizdə qonaq qaldıq. Salamat qal, bəsdi dağlar. Elin gəlir aranından. Hər zirvəndə gözüm qaldı. Cığırında izim qaldı. Yaxşı yaman sözüm qaldı. Hayli külü, səsli dağlar. Kesti dağları Lehli neyli harayayeller 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 el kadayı Ay sarı tel ay ince bel bir bel bak kadayı
Gəlin gəlir aranından, doymaz Nəcəf bulağından, qeyli-qallı boranından dostlarını kəsdi dağlar. İnşallah Allahın köməkliyi ilə, şəhidlərimizin sayəsində, ordumuzun sayəsində, Ali Başkomandamızın sayəsində biz yenə kəndimizdə, Kəlbəcərində, vətənimizdəyik. Bu günləri bu qarmonda məni müşayiət edirdi. Hər birinizdən üzr istəyirəm. Mənim böyük oğlum Elçin İlqaroğlu idi qarmonda. Özü musiqiçidir, ali təhsilli musiqiçidir, qarmon sənətini, məktəbini qutarıb. Sizin hər birinizə pis də olsa, yəni gərək günahımızdan, səhvimizdən keçəsiniz. Bağırma basıram sizi.